maraqlı bu gecədə sizlər üçün maraqlı bir şou hazırlayıblar. Hə? Qızlar, hazırlamışsınızmı? O zaman sizi dəvət edək ki, alqışlarla onlara bir motivasyon verək. Balaca xanımlarımızı dəvət edək səhnəyə və onların gözəl kompozisiyalarınız var burada, değil mi? Düzdür? Ürək sözlərinizi mən istəyərdim sizdən. Mən bilirəm ki, aktiv qızlarsınız, xanımlarsınız. Bu gecədə siz də ürək sözlərinizi öz müəllimələrinizə, öz analarınıza, bacılarınıza çatdırasınız. Razısınız mı ilə? Birinci görəlim mikrofonu. Hə, aha, fikirləşirlər. Elə vaxt sənə verəcəm mikrofonu. Teşekkür ederim. Bu güzel balaca hanımlarınıza eşlik olsun. Buyurun, meydan sizindir. Buyurun başa, meydana. Buyurun. Alkışlar. Ay maşallah. Gürültülü alışlar gelsin bu adet hanımlarımız için. Biz devam edir əziz qonaqlarımız. Gözəl istirahətlər dilirik hamınıza və istəyik gecəmizin bu məqamında gözəl daha bir bacımızı dəvət edəm səhnəmizə. Qəzənova kənd ümumi orta məktəbin direktoru Sevda müəllimə, Sevda Nuriyevaya söz vermək istəyirəm, onu dəvət etmək istəyirəm. Onun da ürək sözləri var, həm də təbrikləri var sizlərə. İlk önce akşamınız xeyir olsun, hamınızı salamlayıram.
Bu gözəl tədbirin təşkilatçılarına dərin təşəkkür edirəm. İnanın ki, bizim üçün ən gözəl hədiyyə burada bu bir neçə saatlıq istirahatimizdir. Tüm xanımlarımızı təbrik edirəm. Təbriklərin hamısına qoşuluram. Gözəl günlər, gözəl gələcək, işlərinizdə uğurlar arzulayıram. Cəfər Cabbarlının çox gözəl bir ana əsəri var. Gözəl anam Leyla müəllimi başda olmaqla bütün qadınlarımıza, analarımıza məndən hədiyyə olsun. Əgər bütün bəşəriyyət ədöbü canım olar, ürək süqut eləməz aldığı mətanətdən, rical xəffə məkan vermərəm gər alimlər, 1000 ildə vəd edələr dəhşəti qiyamətdən. Fələklər tuta dövrüm, çəkilmərəm əsla, və ya ki vəd edələr dövləti cahanı mənə, ki bir kəsə baş əyib izzimi bəyan eləyim. Əyilmərəm, nə ki versələr səmanı mənə. Yanımda gər dura cəllad əlində şəmşiri, ölümün gücü ilə mənə hökm edə oldum təslim. Əyilmərəm yenə haşa, ölüm nədir ki onun gücü ilə mən xəlqə həqiranə eyləyim təzim. Cahanda yox elə bir qüvvə ki başlayım ona mən. Fəqət nə güclü, zərif bir vücudu var yahu, ki hazıram yıxılıb xaki payına hər gün, öpüm ayağını icz ilə. Nədir o? Kimdir o? Ana, ana, bu adın qarşısında bir qul tək səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzm istirahətdir. Qop ey tufan, dağıl ey bəhri biyaman, ləpələn, atıl cahana səni yıldırım alış, parla, gürulda, taq-i səmavi, gürulda, çatla, dağıl. Sön ey günəş, yağışın yağdır ey bulud, ağla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox, yox. Fəqət ana, o adın qarşısında o pak bağına bassın, məni desin, lay, lay. Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eylər pərvaz, uçar səmalara o aləm xəyalətdə, yatar, ölər bədənim. Nitqdən düşər bir söz. Ana, ana sənə mən, rahibə mütayətdə. Teşekkür ederim size. Gürültülü bir alkışlar gelsin. Bu şehire gürültülü alkışlar düşür. Teşekkür ederim size. Sevda. Gecemiz devam edir. Meşat buyur. Aziz beylerimiz, bizim Rasim Bey ve diğer kardeşlerimiz hardadır burada. Hanımlarımız, mən elə gəlir ki, bir sualım olacaq əziz xanımlarımızdan, bacılarımızdan. Yeməkləri bəyəndiniz mi? Bəyənirsiniz mi? Bəyənirsiniz. Amma nəsə çox, yəni, mən elə gəlir ki, hamınız burada yabancı deyil. Mən elə gəlir, burada hamı bir-birini yaxından tanıyır. Amma nədənsə heç kim oynamaq istəmir. Və yaxud hamı oynamaq istəyir, nəyəsə gözləyirik. Mən bilirəm, ona görə bəylərimizdən xahiş etdim, qardaşımızdan. Bir gözəl çıxış olacaq, ondan sonra gözəl işlən musiqilərlə mən istəyərdim sizləri hamınızı meydana dəvət edəm. Çünki bugün sizin gününüzdür. Bugün əyləncə günüdür, biləmi? Yəni, yeməyi evdə də yedik, amma bugün əylənməliyik. Elə hamınız masada oturub böyle küskün oturmağınız mənim ürəyimcə deyil. Mən elə gəlir ki, hamınız şəm xanımlarsınız, bu gecə sizin gecənizdir, əyləncə gecəsidir. Yəni gəlir ki, bu gecədə də yabancı yad insanlar yoxdur. Odur ki, bir çıxış olacaq. Ondan sonra gözəl mahnılarla, Humay xanımı gözəl ritmik musiqilərlə bütün xanımlarımızı rəqsə dəvət edəcəm. Mən müəllimələrimizdən xahiş edəcəm, direktorlarımızdan xahiş edəcəm ki, bütün masaların direktorları öz müəllimələrini, xanımlarımız, qızlarımızı rəqsə dəvət etsin. Mənə gəlir, hamımız mənimlə razısınız, hamımız da hazırsınız. Mən istəyərim gecəmizin bu məqamında Dəmirçi Məktəbinin direktoru Gülər Şirəli qızını dəvət edəm. Onun da ürək sözləri var. Axşamınız xeyirli olsun. Təşəkkür ederim.
Neden muhteşem bir evren? Başarısı ben oğlum. Mükemmel bir şey değil ki sen kız altında. Bundan sonrasında her etkili bir şey kişinin hayatından ya da bir yardım sen oldun çevrende. Sonra kavga çekti canına. Yok olup gitti. Belki de sen bir şey görüyorsun. O yandım, senden geçtim. Beni gören vardılar. Şimdi seninle. Her şeyi. Sana sirdaş oldum, dost oldum. Yüzüne vurmak için eski beni. Beni gören